إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. Əmmə bə'd. İlk növbədə qardaşlar, hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bundan sonra Allah həmd olsun, həmd sanlar edirik. Mübarək bir gündə Zilhiccə ayında və bayram günündə biz cəm olduq. Qurbanlığın sonuncu günündə cəm olduq və gözəl bir məclisdə, Əqiq məclisində qardaşımızın övladı dünyaya gəlib və bununla da əlaqəli o qurban kəsib Rəbbinə. Və bu da böyük bir ibadətdir. Allahdan istəyirik ki, Allah Subhanahu taala onun övladlarını xoşbəxt eləsin və cəmi bütün müsəlman balaları, müsəlmanları. Amin. Allah onu ailəsinə, vətəninə, müsəlmanlara xeyirli etsin, bərəkətli etsin onları. Allahümə amin. Və bu, əlhəmdülillah, böyük ibadətdir, qardaşlar. Burada əsas tələb olunan qurbanı kəsməkdir. Və qurban da bildiyimiz kimi ibadətin növlərindən biridir. Və məqsəd də, necə ki, məhlə buyurdu ki, ət-təqarrub ilallah, Allaha yaxınlaşmaqdır. Qurbanı kəsməkdə bizim qazandığımız şey nədir? Biz bununla, bu ibadətlə uca Rəbbimizə yaxınlaşırıq. Bu ibadəti etməklə. Və burada da şərt bildiyimiz kimi qurbanı birinci kəsməkdir. Allah üçün buyurulan formada və bundan sonra artıq qalır ev sahibinə ki, ondan yoxsullara verə bilər onun ətindən və həmsinin belə gözəl məclis edə bilər. Yoxsullara da verə bilər, belə gözəl məclis edə bilər ki, həm elm məclisinin savabından götürmüş olacaq və həmsində qurban ibadətin yerinə yetirmiş olacaq. Çünki bu ilk növbədə valideynin özünədir xeyri, ilk növbədə. Çünki ibadətdir və ibadət də Allaha edilir. Və dedik ki, Allaha yaxınlıq məqsədi iləndir. Allah Subhanahu taala yaxınlaşırıq bu ibadətdən ki, Rəbbimiz bizdən razı qalsın. Və bundan sonra uşağa da xeyri, uşağa da. Çünki sünnə bizim xeyrimiz üçündür. O sünnə də gəldi, o uşağı qorumaq üçün. Qurban kəsiləndən sonra Allah Subhanahu o uşağı qoruyur şeytan şərrindən. Ondan sonra, valideyndən sonra uşağa xeyridir. İlk növbədə valideyn sənin özü üçündür. Elə bu əqiq. Çünki ibadətdir. Allahdan istəyir ki, Allah qəbul etsin. Ümumən kəsilən qurbanları və xüsusən də bu əqiq qurbanı qəbul etsin. Və bildiyimiz kimi şəriətimizdə oğlan övladı üçün 2 əqiq kəsilir, qurban kəsilir dünyaya gələndə və qız üçün isə 1 qurban kəsilir. Və Allah Subhanahu taala ədalətlidir. Allah ədalətlidir. Heç də, yəni sən düşünmə ki, niyə fərq qoydu? Nə üçün birinə 1, birinə 2? Bu Allahın ədalətindəndir fərq qoydu. Heç də qadının şənini alçatmadı uca Rəbbimiz. Heç də qadına toxunmadı şərəfinə. Əksinə, Rəbbimizin ədalətindəndir ki, ədaləti qorudu. Çünki şəriətimizdə kişi qadından üstündür. Kişi qadından üstündür. Ana hörmətə daha çox layiqdir atadan. Amma kişi qadından üstündür. Fikir vergilən uca Rəbbimiz Quran-ı Kərimdə bizlərə nə öyrədir? Şahidlik olunan yerdə elm əhli elə bu 2 qurbandan nə üçün 2, nə üçün qıza 1? Bundan danışılanda deyir ki, bax ki, Rəbbimiz kişini üstün tutdu. Bax, şahadət verilən yerə şahidlik ki, tələb olunur. Allah deyir ki, əgər bir kişi yoxdursa, kişinin əvəzinə 2 qadın gəlsin. Fikir verin, 2 qadın gəlsin. Heç də yenə deyirəm, şənin alçatmayıb Allah. Lakin Rəbbimiz özü yaradıb, öz yaratdığını tanıyır, bilir. Və kişini qadından üstün tutdu. Hər tərəfdə. Hətta sünniyə bax, idarə olunan yerdə, rəhbərlikdə Allah icazə vermədi.
Dedi ki, qadından olmaz. Yenə kişinin üstün tutdu. Yenə kişinin üstün tutdu. Bəzən görsən qardaş danışır ki, axı elə ancaq eşidirik ananın fəzilətindən danışırsınız. Anaya aid falan şey, anaya aid falan şey. Bəs ata? Ataya nə qədər şeylər gəlib şəriətimizdə. Elə kifayətdir onun üstün olmağı qadından. Elə kifayətdir sünnədə gələn dəlillər ki, Allah Rəsulü qadağan edib atanın önündə getməyi. Təsəvvür elə. Atan arxada gəlir, sən öndə. Qadağadır qardaş. Gedə bilmərsən. Gözü atan gəlib keçsin. Ondan tez oturanmarsan. Qadağadır. Onun yanında danışanmarsan. İcazə almadan. İcazə əl deyil. Kifayət qədər dəlillər var. İbn Ömər radiyallahu anhu Ədəb-ül Mufradda keçən hədisdə yanında olanları, kömək edənləri nə deyir? Gör ki, deyir, İbn Ömər gördü ki, bir nəfər kişi gəldi, görüşdülər. Qısaca məzmununu çatdırım. Kişi ilə qucaqlaşır, görüşür. Yanında uzun qulağı olur, bir də əmmaməsi olur başında. İbn Ömər götürür, papağını da verir kişiyə. Yanındalar deyir ki, uzun qulağı da verin. Uzun qulağı da verin ona. Deyir ki, bəs papağı verdin də, uzun qulağı da vermə, bəs bu yük zat. Bəs neyirsən, qoy biz nə alacaq, yəni, biz əziyyət çəkəcəyik. Deyir, o atamın dostudur. Atamın dostudur. Ömərin dostuydu radiyallahu anhu. Deyir, bilmirsən Allah Rəsulü deyib ki, atanın dostuna yaxşılıq edək ki, Allah sənin nuru söndürməsin. Bilmirsən, eşitməmsən deyir. Gör nə deyir yanındalara. Eşitməmsiniz yəni. Atanın dostuna yaxşılıq elə. Atanın dostuna yaxşılıq gəlib qardaş. Gör ata yaxşı. Yaxşı hardadır o fəzilətlər? Danışırıq. Danışan qardaş. Ana. Deyir, ata. Dostuna öndə yerimək olmaz, ondan tez oturma olmaz. Allah Subhanahu wa Taala kişinin üstün tutub. Üstün tutub. Lakin yenə təkrar edirəm, o demək deyil ki, qadının şərəfini azaldıb, alçaldıb. Xeyr. Qadının əksinə İslam gəldi, qadına dəyər verilmirdi. Hörmət qoyulmurdu. Bax ki, tarixçilər baxsınlar əvvəlkilərin halına. Heç tutma ki, ərəblərdən. Keç qeyri-ərəblərə. Keç yahudilərin vaxtına, keç xristiyanlara. Bax ki, qadını nə hala salıblar. İslam gələnə kimi. Hansı ailədə qız uşağı doğulurdusa, onu bədbəxtlikdən görürdülər. Hansı ailədə qız uşağı doğulacaqdısa, deyirdilər ki, Allah rozumuzu kəsəcək. Başlayırlar öldürməyə qız uşaqlarını. Diri-diri. Amma İslam gəldi, dəyər verdi. İslam gəldi, üstün tutdu. İslam gəldi, sahabə 3 dəfə dedi, ey Allahın Rəsulu, ən çox atama yaxşılıq edeyim, yoxsa anama? 3 dəfə. Üçündə də dedi ki, anana. Yenə də yanmadı, 4-cü səfər sual verdi. Ey Allahın Rəsulu, sonra kimə? Dedi, atana. Qadının da öz yeri var. Haqqı var, hüququ var. Sənə necə gəlibsə, sən kişiyə. Qadın da elədir. Allah Subhanahu mübarək kəlamında buyurur. Kişilərin qadınlar üzərində haqları olduğu kimi müvafiq. Qadınların da kişilər üzərində haqları var. Hətta baxsın İbn Abbas radiyallahu anhuya deyir ki, mən qadınım üçün bəzənirəm. Qadınım üçün bəzənirəm. Çünki onun necə bəzənməyini istəyirəmsə, o da elə istəyir mən onun üçün bəzənim. Özümə yaxşı bax. Bilsən kimdən götürüb bunu? Öz müəllimindən, peyğəmbərindən. Çünki Muhammed sallallahu aleyhi və səlləm evə girəndə daranardı. Misvaqdan istifadə edərdi. Misvaqlanardı ki, ağzından birdən qoxu gələr. Yoldaşları narahat olar. Misvaqlanardı. Ətir vurardı. Özünə baxırdı. Evə girməmişdən əvvəl. İlk etdiyi şeylərdir. Şeyx Abdullah Buxari hafizallah gətirir. Etdiyi əməllərdir. Sonra da ilk etdiyi əməl nə idi? Girir evinə deyər ki, Əssəlamu aleykum. Allahın salamı üzərinizə olsun. Deməzdi ki, deyir, haradadır yemək, haradadır çörək, kitab, nə. Girərdi, onlarla maraqlanardı. Qadının da haqlarını qoruyub İslam, kişinin də haqlarını qoruyub. Amma kişini qadından üstün tutdu.
Ona görə inşallah ki, ona görə bax, oğlana 2, qadına, qıza 1. Bu Allahın qoyduğu şəriətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm özündən heç nə danışmaz. Onun danışdığı in huva illə vahyu yuhə. Vəhiydən başqa bir şey deyil. Nə deyir Allah Subhanahu taala? Tələsməginən deyir, sənə danışdıran bizik deyir. Hə? Əzbərliyi deyir, tələsə Muhammed sallallahu əleyhi və səlləm ayədə gəlir. Tələsmə deyin, onsa danışdıran sənə bizik. Hə, kör kişi dəlil. Abdullah ibn Maktum radiyallahu anh. Deyir ki, Allahın Rəsulu, məscidə gəlirəm, nə gətirənim var, nə rahatsızlıq var, heç nə. Üstəgəl heyvanlar var, qorxuludur. Heç kim yoxdur. Mən olar evimdə qılım namazı. Allah Rəsulu dedi ki, qıl. Kişi dönüb gedirdi, Peyğəmbər sallallahu əleyhi və səlləm səslədi onu. Azanı eşidirsən? Dedi ki, azanı eşidirsən? Dedi ki, bəli. Dedi, onda icabət elə. Onda cavab verməlisən. Gəl məscidə. Niyə? Şəriət idi. Allah ona elə öyrətdi. Fətva verdi və Rəbbi onu öyrətdi ki, doğrudur. Budur doğru olan. Başı qarışdı, misal varlı kişiyə dəvət edirdi Muhammed sallallahu aleyhi və səlləm. Hə? Abəsə və təvəllə, hə? Abəsə surəsi. Başı qarışdı. Varlı kişiyə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm metodundan idi. Varlılara dəvət edirdi ki, İslamı qəbul edərlər. İslamın çünki ehtiyacı var idi. Qüvvətlənməyə, maddiyata, qullara azad olunmağa, qardaşlarına zülm verirdilər, müşriklər. Qulları öldürürdülər, pul lazım ilk onları alasan. Hə? Başı qarışdı. Kör kişi gəldi. Kim? Abdullah ibn Maktum radiyallahu anh. Gəldi, sual verdi Allah Resulü. Peyğəmbər sallallahu aleyhi ve sellem ona cavab vermədi. Abəsə və təvəllə. Üz gözünü turşutdu və döndü getdi. Hə? Sahabə. Allah Subhanahu nə dedi? Sən hardan bilirsən ki, deyir, ona cavab vermək xeyirlidir öz rəsuluna. Hardan bilirsən ki, onda xeyir var cavab verməkdə. Bax, Səid Rahimallah, İmam Səid Rahimallah həmin ayənin təfsirini gətirir ki, sahabiyə cavab vermək nağdı idi. O gəlmişdi İslamdan nəsə öyrənməyə. Bilmədiyi şey var idi. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm ona cavab vermədi, nisyə olana getdi. Müşriki dəvətə. Hə? Nisyəni götürdü. Ona görə deyir ki, baxcına, nağdı varsa, nisyə getmə. Yəni, bu nağdıdır. Hə? Dəvət edəcəksən, İslamdan nəsə biləcək, əməl edəcək. O nisiyədir, bilmirsən, İslamı qəbul edəcək, eləməyəcək. Subhanallah, hətta Allah orada ona cavab verir. Ayənin az deyir ki, sən hardan bilirsən ki, onda fayda var? Nağdı var idi hamma. Gəlmişdi sual vermə, niyə cavab vermədin? Belə bir dindir. Və Allah da ona öyrədib ki, 2 kəs. Oğlana 2 kəs, qıza 1 kəs. Və sonra da artıq nəsə qaşıcıla çıxaq ki, kimisə haqqın tapdalayır, niyə ayrı seçkilik edir, nə bilim, nə balansı, nə bilim, nə hüquqları. Yox, qardaş, Allah səndən yaxşı bilir. Nəyin daha haqlı olduğunu. Rəsulü Muhammed sallallahu aleyhi ve sellem səndən, məndən hamımıza yaxşı bilir. Çünki onun öyrədən var idi, müəllimi var idi. Cibril, Cəbrail aleyhisselam var idi müəllimi. Gəlirdi, imtihan edirdi. İmtihan edirdi, sahabələrin içində gəlirdi, deyirdi ki, başqa bir sahabənin sevdiyi, Allah Rasulunun sevdiyi sahabənin görkəmində gəlirdi. Bəzən də heç kəsin tanımadığı bir görkəmdə gəlirdi, Cibril hədisində. Ağappaq. Heç bir üzərində səfər izi yox idi, deyir. Əlaməti yox idi. Gəlirdi, deyirdi ki, ehsan nədir? Cavab ver. O da deyir ki, Allah Resulü ihsan ən tə'budallaha kəənnəkə tərahu fə illəm təkun tərahu fə innəhu yarak. İhsan, sən Allahı görürsənmiş kimi ibadət etməyindir. Sən onu görməsən belə Allah səni görür. İhsan budur. Sonra da nə deyirdi Cəbrail? Doğru dedi. Sahabələr də hamı deyirdi ki, mat qalmışlar ki, bu kişi kimdir yəni? Gəlib Allah Resuluna imtihan edir. Biz deyirik ki, Allah və Rasulü yaxşı bilir, bu kişi gəlib
Allah və Rasulunu imtahan edir. Sonra deyir ki, doğru söylədim. Allah Rasul sonra nə dedi? Deyir, gələn bilirsiniz kim idi? Dedilər ki, Allah və Rasul yaxşı bilir. Deyir ki, gələn Cəbrail idi. Gəlmişdi sizə dininizi öyrətsin. Hər şey Allah Subhanahu öyrədirdi ona. Ta ki Həcc, Arafa gəldi. Arafa gəldi, Arafa günü oldu. Elə deyilmi 9-cu günü Zilhiccənin. Oruç tutduq həmin günü. Bax, həmin günü Allah Subhanahu Əl-yevmə əkməltu ləkum dinakum ayəsi indirdi. Bu gün sizə dininizi tamamladım. Nemətlərimi sizə tamamladım. Din olaraq razı qalıb seçdiyim İslamı verdim sizə deyir. Allah dinin tamamladı qardaş. Qalmadı heç nə. Heç nə qalmadı. Ondan sonra ya Rəsul nə elədi Muhammed sallallahu əleyhi və səlləm? Dedi ki, mən sizə bəlliq elədim, çatdırdım. Sahabələri dedi. 3 dəfə təkrar edir Allah Rəsulu. Sahabələr hamı deyir ki, çatdırdın ey Allahın Rəsulu. Mən sizə çatdırdım Allahın dinini. Dedi, çatdırdım. Mən sizə çatdırdım, dedi, çatdırdım. Heç nə qalmadı qardaş. Ehtiyac yoxdur əlavə nəsə edəyəsən. Nə ki yaxşı idi, savabı idi. Onu Allah Rəsulu elədi. Sahabələr də elədilər. Nəsə qalmadı ki, sən özündən artırasan ki, bu da yaxşı əməldir də, əxi. Deyirsən ki, qardaş, bu bidətdir. Quraq bidətdir də, eləmə bu xoru. Quraq bidətdir də, başa salsan ki, eləmə də bu ad günü. Başa salırsan. O yenə deyir ki, qardaş, gözəl əməldir də, deyir əxican. Qardaş, deyir, yığışmışıq bir yerə, görsən nə gözəl. Quraq kimsə deyir ki, yəni, əməlin özü problemlidir. Əməlin özü bidətdir. Gözəl olsaydı Allah Rəsulü deyərdi. Lakin Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, bütün yeniliklər bidətdir. Bütün bidətlər də zəlalətdir, yəni cəhənnəmin odundadır. Bütün zəlalətlər. Ehtiyac yoxdur, yəni artırmağa. Ona görə biz baxmalıyıq. Muhammed sallallahu aleyhi ve sellem bu əməl necə edib? Sahabələr İbn Abbas necə başa düşüb? Hər şey var qardaş. Əzbərlənə gəlib çıxıb bu dövrə kimi. Əzbərlənə yazmağın başını burax. Heç də girmə ora. Demə ki, əxi kim yazıb onu? Falan kəs yazıb əli ilə, nə böhtan atada durub. Qardaş əzbərdə gəlib. 2 milyonla hədisi başında qoruyurdu. İmam Buxari rahimehullah səhiyində yazdığı hər hədisə qüsl alıb. Hər hədisə. Peyğəmbər sallallahu aleyhi ve sellem olan ehtiramdan, təvqirdən, ona olan izzətindən, hörmətindən o səhih hədisin. Eyni elə bil Allah Rəsulü danışırdı, elə baxırdı ona. Onun ki, hər hədisi yazanda qüsl alıb adam. Sən elə bilsən, gəlib çatmayıb bizə. Hamı əzbərləyirdi. Sən əzbərləməyən. Kişilər əzbərləyə, qoruya gətirib çıxarıblar bura. Peyğəmbər sallallahu aleyhi ve sellem metodundan deyil idi yazdırma. Ancaq əzbərlədirdi. Onca sahabələr deyir ki, 10 ayəni əzbərlədirdi bizə, əməl edirdik, sonra keçirdik növbəti 10 ayəyə. Ona görə də əzbərin ən güclü yolu, istəyirsən əzbərlədiyin şey yadından çıxmasın, ən güclü yoldur. Ondan deyərəm üst yoxdur, əməldir. Əzbərlədiyin şeyə bax, mənasına, təfsirinə, başda əməl elə, həyatına tətbiq elə. Ona görə baxırsan ki, nə deyir sahabələr? Əbu Hüreyrə radiyallahu anhu, digər sahabələr. Elə bir deyir, hədis yoxdur ki, deyir, ona əməl etməyək. Əzbərimiz deyir, əməllə idi. Elə bir hədis yoxdur. Təhdüc bəhsindən gəlir. Bir hədis deyir, var, əməl edə bilməmişəm. Qoltuq altının tükün yonmağı. Sünnədə yonmaq gəlir. Əməl edə bilmədiyi hədisi deyir kişi. Elə bilirsən, gəlib çatmayacaq mən o hədis. Bu əməl edən kişinin hədisi mənə gəlib çatmayacaq. Lop qəşə çatdı. Görsən, burada danışıram. Ehtiyac yoxdur yazmaqlara. Əzbər yolu ilə gəldi çatdı. Allah dinini qorumaqdan aciz deyil. Xeyr, sənsən aciz olan. Sənsən aciz olan, əxi. Allah aciz deyil. İstədiyin eləyir. Qorudu, çatdırdı sənə kimi. Elhamdülillah. Səhih hədislər var, əməl olunur. Necə ki, elə bil ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sənin önündədir danışır. Hədis gələn ona görə susmalısan.
Qala Rasulullah sallallahu aleyhi ve sellem sus qardaş. Danışma cınab. Olmaz Allah Rasulunun yanında danışmaq qadağa gəlib. Səsin onun səsindən yüksək etməyə qadağa gəlib. Allah deyir ki, yüksəksən, əməlləri pus eləyəcəm. Ayədədir. Elm əhli ona deyir ki, hədis danışanda susmaq lazımdır. Danışmaq olmaz. Elə bir ki, Allah Rasul danışır. Barakallahu fikum. Qısaca bu qədər qardaşlar. İstəyirəm xatırlatma edeyim. Elhamdülillah. Allahdan istəyirəm ki, Allah subhanahu taala bizləri eşidib faydalananlardan etsin. Və həmçinin uca Rəbbimiz bu əmin amanlığımızı qorusun. Və bayram bitdi qardaşlar. Necə ki, sələflərimiz deyərdi ki, bayram hər gündür. Kimlər ki Allaha itaat edir, qadağalarından çəkinir, onun üçün bayramdır. Bir günəm Allaha itaat etmirsən, qadağalarından çəkinmirsən, sənin üçün bayramdır. Qeyd elə. Elhamdülillah, sevinclə. Bayram bitdi, qurban getdi. İbadət amma qalır. Qəbrə kimi, qiyamətə kimi. İbadət dayanmır. Şeyx Abbad Hafizəhullah, Allah onun qorusun, ömrünə bərəkət versin. Gözəl kəlmə deyir. Ramazan getdi. Ha? Amma qadağalardan çəkinmək tək Ramazana deyir, aid deyil. Həyatımız boyu var deyir. O Ramazan həyatımız boyu var. Burada da qurban getdi. Amma yenə qurbanlar kəsə bilirik. Yenə Allaha yaxınlaşa bilirik. Yenə təşrik günlərində etdiyimiz zikirləri yenə edə bilirik. Ömrəsində edə bilirik, belə edə bilirik. İbadət yəni dayanmadı. Barakallahu fikum. Allah subhanahu bizdən bütün salih əməllərimizi qəbul etsin. Kəsilən qurbanlarımızı Allah qəbul etsin. Həcc ziyarətində olanların Allah onlardan həcc ibadətlərini qəbul etsin, məbrur həcc etsin. Sağ salamat əhl-əyalın yanına qayıtmağı Allah onlara qismət eləsin. Subhanakallahumma bihamdika və əşhədu an la ilahe illa ent. Estağfiruka və etûbü ileyk. Cəzakumullah xeyran qardaşlar.